Salam dəyərli Atəşgah Sığorta komandası. Yəqin ki, hamımız razılaşarıq ki, kaska satışında ən çox üzləşdiyimiz suallardan biri tariflərlə bağlıdır. Gəlin bugün birlikdə kaska tariflərinin arxasındakı məntiqə baş vuraq ki, hər biriniz müştərinin niyə sualına tam əminliklə cavab verə bilərsiniz. Elə birbaşa əsas məsələdən başlayaq. Bax bu sual. Hər birimizin dəfələrlə eşitdiyi o məşhur sual. Ax, mənim maşınımla qonşunun maşını eynidir, niyə onun tarifi məndən aşağıdır? Bax, bu sual əslində bugünkü təlimimizin tam mərkəzində dayanır. Məqsədimiz də çox sadədir. Bu suala peşəkar və əsaslandırılmış cavab verməyinizə yardımcı olmaq. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Gəlin qısaca yol xəritəmizə nəzər salaq. Əvvəlcə, tariflərin niyə fərqli olduğu məsələsini kökündən həll edəcəyik. Sonra, bu prosesin əsas qəhrəmanı, yəni underwriterin kim olduğunu və nə iş gördüyünü öyrənəcəyik. Daha sonra, tarifə təsir edən konkret amilləri bir-bir araşdıracağıq, yüksək riskin nəticələrindən danışacağıq və sonda da bütün bu bilikləri satış zamanı necə effektiv istifadə edə biləcəyimizi müzakirə edəcəyik. Deməli, əgər bu təlimdən bircə şey yadda saxlamalı olsanız, o da bu olmalıdır. Kasko tərifini satış hədəfləri, endirim gözləntiləri yox, yalnız və yalnız risk məntiqi formalaşdırır. Bu, bizim işimizin təməl prinsipidir. Unutmayaq ki, biz sadəcə bir məhsul satmırıq, biz müştərinin riskini öz üzərimizə götürürük. Odur ki, qiymət, yəni sığorta haqqı, məhz həmin riskin dəqiq bir güzgü əksi olmalıdır. Bax, bu prinsip bizim daxili qaydalarımızda da çox aydın şəkildə ifadə olunub. Yaxşı, bəs ədalətli qiymət nə deməkdir? Bu, hamıya eyni qiyməti təklif etmək deyil, əsla. Əsl ədalət odur ki, hər bir müştərinin daşıdığı fərdi riskə uyğun olaraq ona xüsusi bir tarif hesablansın. Yəni, riski az olan daha az, riski çox olan isə daha çox ödəməlidir. Balans məhz budur. Bəs bu riskləri ölçüb biçən, qiymətləndirən kimdir? Bax, burada səhnəyə bəzən adı çox çəkilən, amma işi tam anlaşılmayan bir mütəxəssis çıxır. Underwriter. Gəlin bugündən etibarən underwriter'a satışa əngəl olan bir şəxs kimi yox, şirkətimizin maliyyə dayanıqlığının keşiyində duran bir risk analitiki kimi baxaq. Underwriting sözü bəlkə biraz mürəkkəb səslənə bilər, amma əslində proses çox məntiqlidir. Bu, sadəcə olaraq sığorta üçün edilən bir müraciətin hərtərəfli analizidir. Bu prosesdə underwriter bütün məlumatları, sürücü, avtomobil, istifadə şərtlərini təhlil edir və sığorta hadisəsinin baş vermə ehtimalını proqnozlaşdırır. Məhz bu analizin nəticəsində də müqavilənin yekun şərtləri və tarifi ortaya çıxır. Gəlin underwriterin 4 əsas funksiyasını sadələşdirək. Birincisi, o, bu riski ümumlə qəbul edə bilərmi sualına cavab verir. İkincisi, əgər cavab hədirsə, bu riskin ədalətli qiyməti nədir deyə tarifi müəyyən edir. Üçüncüsü, lazım gələrsə, franşiza kimi xüsusi şərtlər təyin edir. Və dördüncüsü, bəlkə də ən vacibi, bütün bu qərarlarıyla şirkətimizin maliyyə dayanıqlığını təmin edir ki, biz zərər anında bütün müştərilərimizin qarşısında öhdəliyimizi yerinə yetirə bilək. Yaxşı. İndi isə keçirik ən praktik və maraqlı hissəyə. Underwriter qərar verərkən konkret olaraq nəyə baxır? Onun masasının üstündə hansı məlumatlar olur? Gəlin indi birbaşa tarifə təsir edən o əsas meyarları bir-bir açıqlayaq. İlk və ən aşkar faktor təbii ki, avtomobilin özüdür. Məsələn, sizcə, güclü mühərrikli bir idman avtomobili ilə standart bir ailə sedanının riski eynidirmi? Əlbəttə ki, yox. İdman avtomobili həm daha yüksək sürət və qəza riski deməkdir, həm də onun ehtiyat hissələri və təmiri qat-qat bahalıdır. Eyni ilə yaşı çox olan bir avtomobilin texniki nasazlıq riski təzə avtomobildən daha çoxdur. Və təbii ki, avtomobilin bazar dəyəri yüksəldikcə tam məhv olma halında bizim potensial ödənişimiz də artır. İkinci faktor qrupu isə avtomobilin necə və harada istifadə olunması ilə bağlıdır. Bir anlıq düşünün, gün ərzində 10-12 saat dayanmadan şəhərdə işləyən bir taksinin qəza riski ilə sadəcə səhər, işə, axşam evə sürülən şəxsi avtomobilin riski eyni ola bilərmi? Qətiyyən. Bakı kimi intensiv nəqliyyatı olan bir şəhərdə avtomobil sürmək də sakit bir rayon mərkəzində sürməkdən daha risklidir. Və son olaraq, avtomobilin gecələr mühafizəli qarajda saxlanması ilə küçədə nəzarətsiz qalması arasında oğurluq və xəsarət riski baxımından böyük fərq var. Və gəldik üçüncü, bəlkə də ən həlledici faktora, yəni sükan arxasında kimin oturduğuna. Bütün dünyada statistika göstərir ki, gənc və az təcrübəli sürücülərin qəza törətmə ehtimalı daha yüksəkdir. Müştərinin əvvəlki sığorta dövründə zərərli olub-olmaması da birbaşa gələcək riskin göstəricisidir.
Və əlbəttə, bir avtomobili yalnız bir nəfər təcrübəli sürücü idarə edirsə, bu həmin avtomobili bir neçə fərqli şəxsin, xüsusilə də aralarında təcrübəsiz olanların idarə etməsindən qat-qat daha az risklidir. Bütün bu sadaladığımız faktorların analizi bizi sonda çox bəsit, amma dəmir kimi bir düstura gətirib çıxarır. Bu düstur bizim işimizin əlifbasıdır. Risk nə qədər artırsa, tarif də bir o qədər artır. Bu qədər sadə. Unutmayın, bu bir cəza deyil, bu riyaziyyatdır. Bu, riskin ədalətli qiymətidir. Yaxşı, bəs underwriter bütün bu məlumatları analiz etdi və gördü ki, risk ortalamadan daha yüksəkdir, o zaman nə baş verir? Belə vəziyyətləri idarə etmək üçün onun, belə desək, alətlər qutusunda nələr var? Gəlin indi underwriter'ın qərar mexanizminin necə işlədiyini daha dərindən öyrənmək. Deməli, yüksək riskli bir müraciətlə qarşılaşdıqda underwriter'in bir neçə addım atmaq imkanı var. Ən çox istifadə olunan yol yüksəlmiş riski kompensasiya etmək üçün tarifi artırmaqdır. Başqa bir üsul franşiza, yəni azad olma məbləği tətbiq etməkdir ki, müştəri də kiçik zərərlərdə məsuliyyəti bölüşsün. Bəzən xüsusilə riskli hallar, məsələn, avtomobilin kommersiya məqsədi ilə istifadəsi təminatdan çıxarıla bilər və ya müştəridən oğurluğa qarşı siqnalizasiya quraşdırmaq kimi əlavə təhlükəsizlik tədbirləri tələb oluna bilər. Ən son variant isə, əgər risk şirkətimizin standartları üçün həddindən artıq yüksəkdirsə, underwriter sığortadan tamamilə imtina etmək qərarı verə bilər. Və burada bir məqamı xüsusi olaraq qırmızı xətlə vurğulamaq istəyirəm. Bu qərarların heç biri, təkrarlayıram, heç biri şəxsi mülahizəyə və ya subyektiv fikrə əsaslanmır. Underwriter heç vaxt, bu müştəri xoşuma gəlmədi, deyə qərar vermir. Hər bir qərarın arxasında illərin statistikası, riyazi hesablamalar və şirkətin təsdiq olunmuş qaydalar toplusu dayanır. Bu, tamamilə obyektiv bir prosesdir. Beləliklə, bütün bu texniki və nəzəri bilikləri əldə etdik. İndi isə ən əsas məsələ. Biz bu məlumatları öz gündəlik işimizdə, yəni satış prosesində necə tətbiq edəcəyik? Unutmayın, sizin rolunuz təkcə müqavilə satmaq deyil, həm də müştərinin gözləntilərini düzgün idarə etmək və ona bütün prosesi anlaşılan dildə izah etməkdir. İndi gəlin satış zamanı ən çox yol verilən səhvlərə və onların düzgün alternativlərinə baxaq. Məsələn, narahat olmayın, bu tarifi sizin üçün mütləq alacağım kimi boş vəd vermək olmaz. Bunun yerinə deyin, gəlin məlumatları tam və dəqiq daxil edək, yekun təklif risk qiymətləndirməsindən sonra müəyyən ediləcək. Underwriter-i bir maneə kimi təqdim etmək əvəzinə onun ədalətli qiyməti müəyyən edən bir mütəxəssis olduğunu vurğulayın. Yadda saxlayın, əsas məsələ vəd vermək deyil, prosesi şəffaf izah etməkdir. Bəs müştəriyə konkret olaraq nə demək olar? Baxın, bir neçə hazır və effektiv ifadə. Məsələn, belə başlaya bilərsiniz. Sizin üçün təklif olunacaq sığorta haqqı bir neçə fərdi amilə əsasən hesablanır. Bura həm avtomobilinizin növü, həm də sizin sürücülük təcrübəniz kimi məqamlar daxildir. Və sonra əlavə edin, bizim əsas məqsədimiz sizə sadəcə qiymət yox, məhz sizin riskinizə uyğun ən ədalətli qiyməti təklif etməkdir. Sonda isə prosesi aydınlaşdırın. İndi gəlin bütün məlumatları dəqiqliklə sistemə daxil edək və underwriting departamentimizin sizin üçün hazırlayacağı yekun təklifi gözləyək. Yəni, yekun olaraq əsas məqam budur. Özünüzü sadəcə bir satıcı kimi yox, bir məsləhətçi kimi görün. Siz, müştərinin ehtiyacları ilə şirkətin risk prinsipləri arasında etibarlı bir körpü rolunu oynayırsınız. Sizin vəzifəniz həm müştərini başa düşmək, həm də ona şirkətin məntiqini düzgün çatdırmaqdır. Bu körpü nə qədər möhkəm olarsa, əməkdaşlığımız da bir o qədər sağlam və uzun müddətli olar. Və sonda, heç vaxt unutmayın. Bizim məqsədimiz sadəcə bir dəfəlik müqavilə satmaq deyil. Düzgün qiymətləndirilmiş hər bir risk əslində həm müştəri, həm də şirkətimiz üçün dayanıqlı bir tərəfdaşlığın təməldaşıdır. Məhz sizin peşəkar yanaşmanız bu möhkəm təməli qurur. Diqqətiniz üçün təşəkkür edirəm.